$89 və hətta gündəlik $100 belə bu kanalın qazandığını görürəm. Həmin bu gördüyünüz kanalın hazırlanması çox sadədir və dollar valyutasında olduğunu da gördük və gündəlik $50, $70, hətta $100 qazandırır bu kanal. Salamlar, mən Ağa. 3 ildir ki, YouTube biznesi ilə məşğulam və buradan hər ay gəlir qazanıram. Və bu kanalda da sizlərə YouTube biznesi ilə bağlı videolar paylaşıram. Bu dərsdə sizlərə tələbələrimdən birinin kanalını göstərəcəm və gəlir statistikalarını, digər analizlərini bir yerdə incələyəcəyik. Və sizlərə də videonun içərisində bir sürprizim olacaq. Odur ki, diqqətlə izləyin. Və bundan əvvəlki videoda mən sizlərə üstünü bağlamadan, gizlətmədən bir YouTube kanalı göstərdim və gəlirlərini, hər şeyini bir yerdə incələdik. Onu da kanaldan bu videonu izləyə bilərsiniz. Odur ki, videonu da diqqətlə izləyin və sürprizi də qatırtmayın. Videomuzda çox uzatmadan davam edək. Hal-hazırda kanalın statistik göstəricilərini şəffaf bir şəkildə görürsünüz və bu kanalın bəzi hissələrini mən bağladım. Çünki tələbəmin kanalı olduğu üçün kopyalanmağını normal olaraq istəmir. Yəni kontent kopyalanması yaranmasın deyə və yaxud da bu videonu izləyənlər videolarına tez-tez girib çıxsa və yaxud da 1 saniyə izləyib çıxsa, onun kanalına zərər göstərəcəyi üçün normal olaraq istəmir. İndi isə ilkin olaraq biz həmin burada gördüyümüz bizim ən çox marağımızı cəlb edən həmin bu pul vahidinin dollar valyutasında olub olmadığını sizlərə mən göstərmək istəyirəm. Çünki bir çox adam deyəcək ki, bu Jamakiya dolları, nə bilim, başqa bir dollar valyutasıdır. Onu da buradan göstərim. Gördüyünüz ayarlar hissəsinə gəldim və valyutamız burada dollar olduğunu zaten görmüş olduq. Bağlayın deyirəm. Sonra davam edək. Kanalımızın gündəlik olaraq nə qədər izləndiyini gəlin buradan yavaş-yavaş baxaq. Gündəlik 82.000, 55.000, bu formada yenə 80.000, 79.000 kimi izlənmələr gündəlik olaraq bu kanal əldə edir və son günlərdə burada biraz düşüş yaşayıb və sonra yenə buradan yüksəlişə keçdiyini gördük. Və son 48 saatdakı izlənməsi 160.737-dir və 18.008 abunəsi var bu kanalın. Gəlir hissəsinə gəlirəm. Buradan yenidən gəlir hissəsinə göstərim. Baxın, gündəlik $57.33. Baxın, yenə $50 ətraflarında. Burada 59, hətta burada $60 üzərinə gəldiyini görürəm və biraz da yuxarı gələndə 89 və hətta gündəlik $100 belə bu kanalın qazandığını görürəm. Burada yenə biraz düşüş yaşayır və yenidən yenə yüksəlir. $104-106 ətraflarında və ayın 19-da $71.50 qazandığını buradan görürük. 19 oktyabr tarixində burada da qeyd olunubdur həmin tarix. Və gündəlik nə qədər abunə gəlir bu kanala, buradan da görə bilirik onu şəffaf bir şəkildə. Bunlara da çox üzərində dayanmağa ehtiyac yoxdur. Və buradan da mən sizlərə bir şey deyim ki, bu kanal həm shorts videolar atır, həm də uzun dəqiqəli videolar atır. 40 dəqiqə üzəri videolar bu kanala atılır və hazırlanması da bundan əvvəlki videoda mənim göstərdiyim kanal kimi çox sadədir. Konsepti də münasibət konseptidir. Bilirəm ki, çox yazanlar olacaq. Ona görə də buradan konsepti də sizlərə demiş olum. Həmin bu gördüyünüz kanalın hazırlanması çox sadədir və dollar valyutasında olduğunu da gördük və gündəlik $50, $70, hətta $100 qazandırır bu kanal və münasibət konsepti olaraq da bu kanal hal-hazırda fəaliyyət göstərir və bunu da bu formada görmüş olduq. Və bu arada sizə bir şey demək istəyirəm. YouTube-dan bağlı fərqli dərslər gəlməyini istəyirsinizsə, yorumlar hissəsinə yazmanı istəyirəm. Gəlsin və yaxud da gəlməsin. YouTube-dan bağlı hər hansı bir alqoritmadan bağlı sizlərə dərslər hazırlamaq istəyirəm. Ancaq ki, mən bilmək istəyirəm bu dərslər gəlsin, yoxsa yox. Yorumlar hissəsinə yazın, öz fikirlərinizi yazın və yaxud da bu kanaldan mı bağlı ağlınızda sual varsa da yenə yorumlar hissəsinə qeyd edin. Hər bir sual cavablayacağam. Bunu da buradan qeyd eləmiş olum. Və mənim bu şəkildə bir çox tələbəm var və onlar da hər biri aylıq olaraq müəyyən gəlirlər qazanırlar. Bu formada da yüksək gəlir qazanan da var, bundan aşağı qazanan da var normal olaraq və bir çox tələbəm YouTube-dan gəlir qazanır. Bunu da qeyd eləmiş olum. Və bir şey də demək istəyirəm ki, buradan sizlərə həmin bu biznes kursum, yəni YouTube kursunu noyabrın 1-nə qədər endirimli qiymət olaraq mən sizlərə paylaşmışam. Yorum hissəsindəki linkdən baxa bilərsiniz və noyabrın 1-nə qədər endirimli olaraq 100 nəfərə yer ayırmışıq. 100 nəfər dolduqdan sonra endirim olmayacaq. Ona görə də tələsin, öz yerinizi tutun və hər hansı bir sual da olarsa yenə yaza bilərsiniz, deyə bilərsiniz və WhatsApp nömrəsini də aşağı hissəyə qeyd edirəm. Qatılmamışdan əvvəl müəyyən suallarınız varsa və yaxud da ağlınızda qalan hər hansı bir çətinlik, sual, qaranlıq yer varsa da həmin o nömrəyə də yaza bilərsiniz eyni şəkildə. Sizə köməklik göstəriləcək və qatıldıqdan sonra da yenə eyni formada sizə köməklik hər zaman göstəriləcək siz işi öyrənənə qədər. Və son olaraq bu kanalın hansı ölkələrin izləndiyini və ortalama dəqiqəsini mən sizə göstərmək istəyirəm. Onu da bir yerdə sizdən incələyək. Gəlirəm buradan auditoriya hissəsinə. Görə bilirik ki, bu kanal 81,5% Polşa ölkəsindən izlənir. Bunu buradan görürük. Qadın faizi 37%, kişi də 62%. Buradan da yaş həddini görə bilirsiniz.
Və son olaraq da mən sizə ortalama dəqiqəni də göstərmək istəyirəm. Buradan videolarımızdakı ortalama dəqiqənin, aylıq göstərimin, baxışın, hər şeyi görə bilirik burada. Və kanalın Shorts tərəfində də, canlı yayın tərəfində də rahatlıqla aktiv olduğunu və hər şeyi buradan çox rahat şəkildə görə bilirik. Bu videonu da bu şəkildə sonlandıraq. Sual və ya çətinliyiniz varsa da yorum hissəsində yazmağı unutmayın. Bütün suallarınızı cavablandıracağam. Və kanala da abunə olmağı, videonu bəyənməyi unutmayın ki, etkiləşim yaransın. Bir növbəti videoda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.